Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bugün planlaşdırma mövzusunun izahına baxaq. Bundan əvvəlki mövzuların hər biri YouTube kanalımızda yerləşdirilib, eyni zamanda YouTube kanalımızda müxtəlif test izahları da mövcuddur. Bugünkü mövzu izahımız isə planlaşdırma mövzusu ilə bağlıdır. Planlaşdırma dedikdə ilk ağlımıza gələn, mən bunu kitab üzərində izah eləməyəcəm, çünki kitabda oxuduqda çox anlayışları başa düşmək olmur. Ona görə sadəcə bu əlimdə olan materialdan, PDF-dən istifadə edərək biz bu dərsi öyrənəcəyik. Dərsimizə qoşulan müəllimlərin hər birinə də bu material göndərilir. Deməli, birinci planlaşdırma dedikdə ağla gələn geriyə planlamadır. Geriyə planlama, yəni elə bir planlama növüdür ki, daha doğrusu nəticədən planlama adlanır digər bir adı da. Bu nə deməkdir? Geriyə planlama dedikdə, yəni biz sonda əldə edəcəyimiz nəticəni əvvəlcədən müəyyənləşdiririk. Yəni sonda çatacağımızı əvvəlcədən müəyyənləşdiririk. Ona görə də deyirik ki, geridən başlayaraq biz planlama, yəni sonda çatacağımızı əvvəlcədən planlaşdırdığımız üçün deyirik ki, bu geriyə planlama adlanır. Yəni geridən başlayıb əvvələ gəlirik. Geriyə planlama özündə 3 addımı əhatə edir. Birincisi təlim nəticələrini elan etmək, ikincisi qiymətləndirmək, üçüncüsü isə öyrənmə fəaliyyətidir. Təlim nəticələrini elan etmək nə deməkdir? Yəni biz birinci sinifə daxil olduqda şagirdlərə təlim nəticələri elan olunmalıdır. Yəni digər adı təlim məqsədləridir. Təlim nəticəsi də yəqin ki, hər birinizin yadındadır. İkinci mövzumuz terminlərin təsviri mövzusunda, doğrusu ikinci dərsimiz terminlərin təsviri mövzusunda keçmişdik ki, təlim nəticəsi mənimsənilməsi, yəni əvvəlcədən biz onu nəzərdə tutuluruq. Daha doğrusu biz əvvəlcədən təlim nəticəsini müəyyənləşdiririk, lakin gəlib ona sonda çatırıq. Və sinifə daxil olduqda hər bir müəllim təlim nəticəsini mütləq şəkildə şagirdlərə elan etməlidir. Eyni zamanda lövhədə də bu təlim nəticəsini qeyd etməlidir. Çünki burada həm biz inklüziv mühiti qorumuş oluruq, həm şagirdlərin gözlərinin qarşısında olur, həm də eşitmiş, yəni audial şəkildə eşitmiş olurlar. İkincisi gəlir qiymətləndirmə. Bu da şagirdləri hansı üsul və vasitələrlə qiymətləndirəcəyimiz nəzərdə tutulur. Eyni zamanda şagirdlər qoyduğumuz qiymətləndirmə meyarlarına nə dərəcədə yiyələniblər, hansı səviyyə üzrə yiyələniblər, onu nəzərdə tutur. Üçüncüsü isə öyrənmə fəaliyyətidir ki, bu da öyrənmə fəaliyyəti dedikdə, yəni hansı iş üsullarından, hansı iş formalarından istifadə edərək biz şagirdlərə mətni izah edə bilərik. Deməli, öyrənmə fəaliyyəti belədir ki, biz bu öyrənmə üzrü sayın, məktəbdə olduğu üçün biraz səslər gələ bilər kənardan. Deməli, öyrənmə fəaliyyəti belədir ki, biz buna əvvəlcədən əslində bu həyata keçirilməlidir. Yəni, iş üsulunu, iş formaları, bunlar yəni dərs prosesində həyata keçirilir. Daha sonra qiymətləndirmə və təlim nəticə, qoyduğumuz təlim nəticəsini isə sonda çatırıq. Lakin bunları biz əvvəlcədən müəyyənləşdirdiyimizə görə bir də vurğulayıram ki, geriyə planlama adlanır. Burada ümumi olaraq təlim nəticələri verib, qiymətləndirmə verib, öyrənmə fəaliyyəti verib ki, bunların hər birini də özünüz oxuyacaqsınız. Və burada bir qeyd yazmışıq ki, qiymətləndirmə və öyrənmə fəaliyyətləri təlim nəticələrindən asılıdır. Yəni, əgər testdə sizin qarşınıza çıxsa ki, təlim nəticəsi qiymətləndirmədən asılıdır, təlim nəticəsi öyrənmə fəaliyyətindən asılıdır, bu yanlışdır. Yəni, yadınızda saxlayın ki, həm qiymətləndirmə, həm də öyrənmə fəaliyyəti təlim nəticəsindən asılıdır. Daha sonra gəlirik planlaşmaya. Planlaşmanın PDF-də də gördüyünüz kimi 2 növü var. İllik planlaşdırma və gündəlik planlaşdırma. İllik planlaşdırma perspektiv digər adı, gündəlik planlaşdırma isə digər adı cari planlaşdırmadır. Və biz burada öyrənəcəyik, bu məsələn kitabda yoxdur. Hər iki planlaşdırmaya daxil olan əsas məqamlar var. Bu məqamlar nələrdir? Birincisi standart, mövzu, inteqrasiya, qiymətləndirmə və resursdur. Standart bilirik ki, alt standart, əsas standart hər iki deməli, planlaşdırmada öz əksini tapır, mövzu olaraq hər iki planlaşdırmada öz əksini tapır, inteqrasiyanı hər iki planlaşdırmada yazırıq, eyni zamanda qiymətləndirmə və resursları da. Resurs da yəni biz dərs slayd namı keçəcəyik, adi istifadə etdiyimiz slayd, marker, lövhə, daha sonra kompüter, proyektor, bunların hər biri resurs olaraq iş dəftəri, işçi vərəqləri, kitab, bunların hər biri resursda qeyd olunur. Və diqqətinizə çatdırım ki, İllik planlaşma, yəni müəllimin bir il ərzində nələri deməli keçəcəksə, onlar öz əksini tapır. Belə deyim ki, biz dərsimizə qoşulan müəllimlərə eyni zamanda mən, yəni hər dəfə bu mövzunu izah etdikdə
Mən məktəbdə, yəni ibtidai sinif müəlliməsiyəm. Ona görə də mənim əlimdə hazır həm illik planlaşdırma nümunəsi var, həm də cari planlaşdırma nümunəsi var. Mən onu müəllimlərə göndərirəm ki, baxsınlar, yəni orada onlar üçün daha da aydın olsun ki, hər biri açıq şəkildə görə bilsin ki, məsələn, bölmə nədir, saatı necə qeyd olunur, tarixi necə qeyd olunur. Bunlar hər biri öz əksini orada tapır. İllik planlaşma dediyi ki, müəllimin bir akademik il ərzində həyata keçirəcəyi plandır və illik planlaşmaya eyni zamanda burada qeyd olunmayıb məktəb daxili, sinif daxili, məktəbdən kənar, sinifdən kənar tədbirlər də daxildir ki, onlar da öz əksini orada tapır və deməli, illik planlaşmaya daxil olan əsas məqamlar var. Burada tədris vahidi bölmə yazıb. Bu nə deməkdir? Yəni, məsələn, birinci bölmə, ikinci bölmə, üçüncü bölmə o. İkincisi saatdır. Saat dedikdə bizim ağlımıza, məsələn, hal-hazırdakı saatı desək 16:22, 16:23 yox. Məsələn, bir dərsə neçə saat ayrılıb? Tutaq ki, bu dərsi 1 saat, bir dərsmi keçəcək, yoxsa 2 dəfəyəmi keçməli, yarı-yarı bölüb bu nəzərdə tutulur. Tarix dedikdə, məsələn, ayın neçəsində keçəcəksə onu. Orada qeyd olunub əsas standart. Əsas standart belədir ki, biz onu deməli, hər ikisi üçün ortaq cəhət götürdüyümüzə görə onu mənim üçün ayrı-ayrı məqamlarda deməyəcəksiniz. Yəni, ortaq bir məqam kimi deyəcəksiniz. İllik planlaşmanın əsas məqamını sayanda standartı mənə saymayacaqsınız. Və sonuncu olaraq deyir ki, sinifin sonu üçün olan təlim nəticəsi illik hədəflər. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni, biz yadınızdadırsa 4 təlim nəticəsi öyrənmişdik. 3-ü ümumi, biri xüsusi idi ki, təhsil səviyyəsi üzrə təlim nəticələri, məzmun xətti üzrə təlim nəticəsi, daha sonra sinifin sonu üçün və bir akademik dərs saatının sonu üçün olan təlim nəticəsi. Sinifin sonu üçündə, məsələn, birinci sinifə şagird başlayıbsa, bu sinifin sonunda nələri əldə etməlidir? Onların hər biri də, həmin təlim nəticələri də illik planlaşdırmada öz əksini tapır. Bir də burada qeyd olunmayan məqam diaqnostik və summativ qiymətləndirmədir ki, bu da illik planlaşdırmada öz əksini tapır. Gündəlik planlaşdırmaya daxil olan əsas məqsədləri isə, əsas məqamlar isə birinci dərsin mərhələləridir. Bilirsiniz ki, əvvəllər dərsin mərhələləri 7 mərhələyə bölünmüşdür. Problemin qoyuluşudur, motivasiyadır, mən də qarşılıq sayıram, informasiya mübadiləsi, müzakirəsi, tədqiqatın aparılması, eyni zamanda nə bilim, yaradıcı tətbiq etmə, qiymətləndirmə. Amma hal-hazırda dərsin 3 əsas mərhələsindən istifadə olunur, daha təkmilləşdirilmiş versiyasından. Bu da motivasiya, yəni cəlb etmə mərhələsi, ikincisi fəaliyyət, üçüncüsü isə qiymətləndirmə və refleksiya mərhələsini özündə əks etdirir ki, bu da planlaşdırmada mütləq şəkildə öz əksini tapmalıdır. İkincisi iş üsulları və iş formalarıdır ki, bu da biz hansı iş üsullarından Venn diaqramı, aksiyon, BIBÖ, beyin həmləsi, daha sonra simulyasiyalar bunlar nəzərdə tutur. İş formaları da bilirik 4 dənədir. Kollektiv, cütlərlə, fərdi və deməli, qrupla iş nəzərdə tutulur. Alt standart qeyd etdiyimiz kimi bu da hər işçi üçün ortaq cəhət olduğu üçün saymırıq. Daha sonra formativ qiymətləndirmə gəlir. Formativ qiymətləndirmə isə deməli, biz dedik ki, summativ və diaqnostik qiymətləndirmə illik planlaşdırmada öz əksini tapır. Diaqnostik qiymətləndirmə hər bölmə yox, bölmənin əvvəlində, birinci bölmənin, yəni yarım ilin əvvəlində. Summativ qiymətləndirmə isə hər bölmənin sonunda keçirilir və bu deməli planlaşdırmada öz əksini tapır. Formativ qiymətləndirmə isə, yəni qiymətləndirmə meyarlarımız isə gündəlik planlaşdırmada öz əksini tapır və sonuncu olaraq dərsin təlim nəticəsidir ki, bir akademik dərs saatının sonunda şagird hansı təlim məqsədinə çatmalıdır. Daha sonra yəni ümumi məqamlarımız əsas planlaşdırma mövzusuna aid olanlar bunlardır. Bir də vurğulayıram, yadınızda saxlayacağınız əsas məqam geriyə planlamadır, 3 addımıdır. Və yadınızda saxlayın ki, testdə düşsə ki, təlim nəticəsi qiymətləndirmədən asılıdır, öyrənmə fəaliyyətindən asılıdır, yanlışdır. Planlaşmanın dediyi 2 növü var. Cari planlaşdırma, perspektiv planlaşdırma və hər iki mövzuya aid olanlar həm illiyə, həm də gündəliyə ayrı-ayrı daxil olan məqamlar öz əksini bu PDF-də tapıb ki, bunları da siz öyrənəcəksiniz. Və yadınızda saxlayın ki, tarix də eyni zamanda tarixin də qeyd olunması deməli, əslində gündəlik planlaşdırmada da biz hal-hazırda tarixi qeyd edirik. Bir də bir məqamı diqqətinizə çatdırım. İkinci mövzunu keçəndə mən sizə demişdim ki, biz alt standartı artıq o qədər təkmilləşib ki, artıq qısa şəkildə verilir ki, biz onu hal-hazırda təlim nəticəsi kimi qeyd edirik. Bir də bu dərsdə diqqət yetirəcəyimiz digər ikinci bir PDF-i mən sizin üçün açım. İnşallah ki, videomuz atmaz. Bu da alt standartdan təlim nəticəsinin çıxarılmasıdır ki, hər ikisi eyni dərsə aiddir.
İndi həmin mövzunu da mən sizə göstərim. Burada da diqqət yetirəcəyimiz bəzi məqamlar var. Onları da sizə deyim tez bir şəkildə. Baxın, burada alt standartda verib bizə bilik və fəaliyyət hissəsindən asılıdır. Alt standartın tərifini verib bunları keçmişik. Fəaliyyətin digər adı bacarıqdır. Yadınızda saxlayın ki, təlim nəticələri şagird mərkəzli olmalıdır. Bu nə deməkdir? Yəni müəllimin fəaliyyətini yox, şagirdin fəaliyyətini özündə əks etdirməlidir. Yəni müəllim deməməlidir ki, mən bu gün dərsə girəndə nə keçəcəm? O düşüncədə olmalıdır ki, şagirdlər nə öyrənəcəklər? Bu günləri mən şagirdlərə, yəni öyrədəcəyimdən nə öyrənəcəklər onlar? Bunu nəzərdə saxlamaq lazımdır. Hər iki PDF-i deməli qruplarımıza qoşulan müəllimlərə göndərəcəm. Və deyirik ki, müasir dövrdə təlim nəticələrinin hazırlanmasında smart texnikasından istifadə olunur. Bu ingilis sözlər, ingilis sözündəndir və baş hərflərindən götürülüb hər biri. S deyirik ki, spesifik olmalıdır təlim nəticəsi, yəni dəqiq, düzgün, aydın ifadə olunmalıdır. M ölçülə bilən, yəni qiymətləndirilə bilən, biz elə təlim nəticəsi seçməliyik ki, ona uyğun qiymətləndirmə meyarlarını da düzgün şəkildə çıxara bilək. A deyirik ki, əldə oluna bilən olmalıdır. Nə çox çətin, nə də çox asan olsun. Çox asan olanda, məsələn, artıq biz həm də çox çətin olanda, həm də çox asan olanda bərabər imkanları bilirik ki, pozuruq. R deyəndə, yəni real imkanlar nəzərə alınmalıdır. Mövcud resurslar, məsələn, bu günlər düşünürük ki, dərsimizi slaydla quraq, amma buna bizim imkanımız yoxdur. Məktəbdə ağıllı lövhəmiz, proyektorumuz yoxdursa, bunu biz resurs kimi ora qeyd etməməliyik. Dərsimizi artıq başqa planlaşdırma üzrə aparmalıyıq və T-də müəyyən vaxtın müddəti nəzərə alınmalıdır ki, həmin o təlim nəticəsini 1:45 dəqiqənin sonuna kimi biz yerinə yetirə bilək. Və təlim nəticəsindən bağlı edilən səhvlər var burada ki, deyir, alt standartın özünün təlim nəticəsi kimi götürülməsi. Əvvəllər deyirdi ki, alt standartı təlim nəticəsi kimi götürə bilmirik, amma hal-hazırda götürürük. Daha sonra bir dərs üçün maksimum şəkildə 2-3 sayda alt standart, daha doğrusu təlim nəticəsi yaza bilərək. 2-3 sayda artıq keçirəndə bir dərsin 1:45 dəqiqənin sonuna kimi onu yerinə yetirmək olmur. Amma ibtidai siniflərdə texnologiya, təsvir incə sənət fənnindən 4-5 təlim nəticəsində bir dərsə yerinə yetirmək mümkündür, daha doğrusu çatmaq mümkündür. Daha sonra edilən səhvlərdən növbətçi şagirdlərə elan edilməməsidir. Biz dərsin əvvəlində dedik ki, təlim nəticələri mütləq şagirdə elan olunmalıdır. Mürəkkəb yazılması odur ki, şagird təlim nəticəsini anlamır, yəni başa düşmür, bu gün o nə əldə edəcəyindən xəbərsizdir. Ona görə də deyirik ki, mürəkkəb yox, daha aydın və spesifik olmalıdır ki, düzgün, dəqiq yazılmalıdır ki, şagird onu başa düşsün. Və deyirik müəllim mərkəzli olması, bu da bayaq qeyd etdiyimiz kimi şagird mərkəzli olmalıdır. Şagird bu gün nə öyrənəcək, onu deməliyik. Və sonda deyir ki, təlim nəticələri biz deyirik ki, dinamik feillərdən istifadə edirik. Bloom-Idrak taksonomiyasının feillərindən. Bunu da taksonomiyanı keçəndə sizə izah etmişdim bu mövzunu ki, o izahda da var ki, tapşırıqlar hazırlanarkən, təlim nəticələri yazılarkən Bloom-Idrak taksonomiyasının feillərindən istifadə edirik. Məsələn, tətbiq edir, təhlil edir, dəyərləndirir, interpretasiya edir, müqayisə edir bu formada. Yəni bilir, bacarır, əzbərləyir. Bunlar yəni istifadə olunmamalıdır. Yəni ümumiyyətlə biz bilirik ki, əzbərçiliyə qəti şəkildə də yol vermək olmaz. Bugünkü dərsimiz bu qədər əziz müəllimlər. Hər hansısa bir məqamında sizə çətinlik varsa, hər hansısa bir qaranlıq məqam varsa, 055 270 51 25 nömrəsinə sadəcə yazaraq sizə aydın olmayan məqamları mən sizə izah eləyə bilərəm yenidən. İstər dərsimizə qoşulan müəllimlər, istərsə digər kənardan izləyən müəllimlər hər birinə aiddir. İzlədiyiniz üçün təşəkkürlər müəllimlər.